Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Amma ba'du. Bugün Allah Azze ve Celle nəsib edərsə, Saydul Xatir kitabından qaldığımız yerdən oxumağa davam edəcəyik. Və Allah Azze ve Celle'nin müvəffəq etməsi ilə artıq 4-cü fəslə gəldik. Müəllif 4-cü fəsildə belə bir başlıq vermişdi. Mətə'ul qurur. Yəni, aldadıcı ləzzətlər. Dünyanın aldadıcı ləzzətləri və ya neymətləri deyə bilərik. Və müəllif buyurur ki, Mən təfəkkərə fi avaqibid dünya əxəzəl hazır. Kim dünyanın sonuçları barəsində düşünsə, öz ehtiyatını, ehtiyatını götürər, yəni hazırlığını görər. Çünki dünyanın sonucu barədə düşünmək nə deməkdir? Əvvəl-axır can atdığım, səy göstərdiyim, üzərində olan mükəlləfiyyətləri tərk etdiyim bu dünya əvvəl-axır bitəcək. Və özəlliklə mənim heç ummadığım vaxtda, yəni bəlkə də bu, mənim ummadığım, həyatımın ən xoş günündə, ən belə ləzzətli günündə, istirahət etdiyim vaxt, övladımla oynadığım vaxt, Allahın mənə verdiyi mülkdən yediyim vaxt və s. Bəlkə də ummadığım bir vaxtda ölüm gələcək və mənim üçün bitəcək. Və müəllif orada vurğulayır ki, bunu düşünən adam, daim bunu təfəkkür edən adam, daim öz hazırlığını görər. Hazır olar. Öz ehtiyatını götürər. Arxenləşməz. Bəs müsəlmanın hazırlığı ehtiyatı nədir? Müsəlmanın bu yoldakı hazırlığı, bu yoldakı ehtiyatı daim salih əməlləri artırmağa çalışması, günahlardan qurtulmağa çalışması, maksimum dərəcədə Rəbbini razı salmağa çalışmasıdır. Yəni, hansı halda olaraqsa olaq, hansı halda ölüm bizə gəlsə, elə bir yaşayış yaşayaq ki, elə bir həyat qura bilək ki, ölümün bizə harada gəlməsi bizim üçün fərq etməsin. Bizim üçün tək fərq edən şey, bizim İslam üzrə ölə bilməmiz olsun. Və buyuruyor ki, وَمَنْ اَيْقَنَ بِطُولِ الطَّرِيقِ تَأَهَّبَ لِلسَّفَرِ Kim dediyi yolun uzunluğu barədə artıq yəqin olar bunu bilərsə, səfəri üçün hazırlıq görər. Bu barədə Peyğəmbər sallallahu aleyhi ve sellemin bir neçə hədisləri var. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə nəyi tövsiyə edirdi? Yəni, dünyada bir yolcu kimi ol və yaxud yoldan keçən biri kimi ol. Çünki çox təəssüf ki, bilməyimizə rağmen ki, bu dünya müvəqqətidir və az bir müddətdir və hələ axirətlə qiyasda daha da az bir müddətdirsə, yəni ağıl sahibinin, hikmət sahibinin davranışı bu ola bilməz ki, sanki bu dünyada əbədi qalacaqmış kimi yaşasın. Hazırlığını görməsin, bura bir dəfəlik məskən salsın. Yəni, kim düşünə bilər ki, səfərə gedən bir insan, müvəqqəti bir yerə köçən bir insan, bütün həyatını ora bina etsin, bütün yatırımını ora etsin, hər şeyini ora üçün qursun. Heç kim bunu etməz. Bəs necə olur ki, biz adi 50 illik, 60 illik, 70 illik dünyamızda bir şəhərdən başqasına səfər eləyəndə, bir rayondan bir şəhərə gedəndə, səfər edəndə, bütün həyatımızı ora bina etmirik, bütün sərmayəmizi ora qoymuruq, bütünlüklə qəlbən, cismən ora odaqlanmırıq. Niyə? Bilirik ki, əvvəl-axır geri dönəcəyik. Burada bizim bir işimiz var, o işimizi bitirəcəyik və sonra əsl olan məqsədimizə, əsl yaşayış yerimizə dönəcəyik. Bizim bu məsələdəki misalımız eynən dünyanın axirət məsələsində kimidir. Və biz bilməliyik ki, bizim əsl yurdumuz, möminlərin əsl yurdu Allah Azze ve Celle'nin yanıdır. Biz sadəcə bura səfərə gəlmişik. Bir imtihan üçün bu səfərə gəlmişik. Kim bu səfərdən nə cür qaydacaqsa, hansı arzuqa ilə qaydacaqsa, Allah Azze ve Celle ona onun qarşılığını verəcək. Kimisi yaxşı tacir olub, sözün əsl mənasında bu səfərdən gözəl arzuqa ilə Rəbbinin yanına qaydacaq. Kimsə də Rəbbi ilə yaxşı ticarət edə bilməyib, müsibətləri ilə, zülmlərlə və günahlarla qaydacaq. Ona görə bizlər bu çıxdığımız səfərdə bir halımıza baxaq. Biz bu səfərdən qayıtmağa nə yığırıq? Hansı arzuqanı yığırıq? Dünya səfərində başarılı ola bilmək üçün, dünya ticarətində başarılı ola bilmək üçün bütün təcrübə sahiblərinin məsləhət alırıq. İşin ən yaxşısını görməyə çalışırıq. Malın ən yaxşısını almağa çalışırıq. Mal alacağımız tacirin ən etibarlısını tapmağa çalışırıq. Biz dünya sahəsində belə isə, bir mömin axir məsələlərində bundan daha şiddətli olmalıdır. Çünki biz geri dönüşü olmayan bir yola girmişik. Bunun geri dönüşü yoxdur. Bu səfər ancaq bir istiqamətdədir. Və biz mütləq şəkildə əbədi yaşayış yerimizə qaydacağıq. Pis və ya yaxşı, sürünə-sürünə, ayaq üstə və ya yeri-yeriyə və ya mini üzərində əvvəl-axır biz Allah Azze ve Celle'yə doğru gedəcəyik və getməkdəyik. Önəmli olan getmək deyil, önəmli olan nə halda getmək, nə cür gedə bilməkdir. Nə qədər bu səfər üçün hazırlıq edə bilməkdir. Nə qədər buradan Allaha suna biləcəyimiz gözəl arzuqa ilə dönə bilməkdir.
Bax, müəllif bizim diqqətimizi bura çəkmək istəyir ki, bu yolun uzunluğunun fərqinə varan, bu səfərin çətinliyinin fərqinə varan ehtiyatını götürər, çalışmasını eləyər, azuqəsini toplar və eləncə geri dönər. Və sonra müəllif buyurur ki, Mə a'cəbə əmrəkə mən yuqinu bi əmrin summa yansahu və yetəhəqqaqu darara halin summa yağşahu. Və müəllif deyir ki, ey deyir, bir iş barəsində yəqin olub, sonra onu unudan. Ey deyir, bir halın zərərini yəqin bilib, o barədə, yəni yəqin olub, biləndən sonra ona düşən şəxs. Yəni sənin halın deyir, necə də qəribədir deyir. Çox qəribədir deyir. Yəni sən bir işin yəqin olduğunu bilirsən, sonra onu unudursan. Və başqa bir işdə də bunun zərərli olduğunu bilirsən və sonra yenə ora düşürsən. Müəllif burada bizə bizim hər iki halımızı müqayisə edir. Hər iki halımızı örnək verir. Yəni bizlər nədə yəqinik? Bizlər öləcəyimizə yəqinik. Allah Azze və Cəllə ilə hesablaşacağımıza yəqinik. Rəbbimizin huzurunda əməllərimizin ortaya qoyulacağından da yəqinik və əminik. Və deyir, bunda yəqin olur və yənsahu. Sonra onu unudur. Müəllif deyir ki, necə qəribədir sənin işin? Bu təəccüblüdür. Necə ağıl sahibi bunu eləyə bilər ki? Yəqin olduqdan sonra o işi insan necə unuda bilər? Və bir də bunun əksi, işin zərəri barədə də yəqin olandan sonra, yəni mənim yanımda tahaqqüq edəndən sonra ki, bu hal zərərlidir, təzdən gedib həmin zərərə düşürəm. Bu nədir? Bu da bizim günahlarımızdır. Bu da bizim qəflətimizdir. Məgər Allah Azze və Cəllə ayətlərində, Peyğəmbər sallallahu aleyhi ve sellem öz hədislərində bu ümmətin sələfi, əshabı və xeyirli alimləri bizə qəflətin nə qədər zərərli olduğunu, günahların nə qədər şərli olduğunu, insanın əsas məqsəddən uzaq qalarkən nə qədər fəsada düşdüyünü, nə qədər sərmayəsini itirdiyini xəbər vermədilər mi? Verdilər. Bunun zərərində yəqin olmadıq mı? Yəqin olduq. Bəs necə oldu, getdik, təzdən buna düşdük. Bax, müəllif öz halımızı bizim qabağımıza qoyaraq bizə təəccüblənir. Yəni sən ağıl sahibisən deyir. Bu necə ola bilər bu? Sən axirət barədə yəqinsən, ondan uzaq qalırsan, onu unudursan. Həmçinin dünyanın zərərləri barəsində də yəqinsən, gedib yenə də ora düşürsən. Yəni bu xitabı ilə bizi sirkələr özümüzə gətirməyə çalışır. Ayıl yəni. Yəni belə bu təəccüb ola bilməz. Ayılmalı müsəlman. Sonra buyurur ki, Təğlibukə nəfsukə alə mə təzun və lə təğlibuhə alə mə təstayqın. Deyir, nəfsin sənə, sənin zənn etdiyin şeylərdə qalib gəlir. Amma sən ona, sənin yəqin olduğun şeylərdə qalib gələ bilmirsən. Subhanallah lazım. Həqiqətən müsibətdir, qardaş. Nəfs bizə nədə qalib gəlir? Yəni, bəzən zənn edirik, bizim yəqin olduğumuz nədir? Bizim yəqin olduğumuz günahların bir aqibəti var. Bizim yəqin olduğumuz Allahın əmri və qadağalarını, əmirlərini tərk edib, qadağalarını yerinə yetirirdə, bunun dünyada və axirətdə bir aqibəti var. İnsanın ora üçün hazırlıq görməyəndə bunun bir peşmançılığı var. Bütün bunlarda yəqinik biz. Biz bu yəqinliklə nəfsimizə qalib gələ bilmirik. Amma nəfsimiz bizim zənn etdiyimizlə bizə qalib gəlir. Nə ilə qalib gəlir? Bəzən şeytan oladır. Yəni, bəzən günahların sonucuna takılmırıq. Yəni, o tövbə etməmək, Allaha dönməmək, əmirləri yerinə yetirməmək, qadağalar gətirməmək, bəzən şeytan bizi zənnə salır. Əşi, bir dənə bundan nə olacaq ki? Bir dəfə bunu etməsəm nə olar ki? Allah mənim tövbəyə müvəffəq edər. Allah bağışlanandır. Bu nədə hamısı zəndir də, qardaş? Yaxşı, ya tövbəyə müvəffəq etməsə, ya bağışlamasa, ya sən tövbə etməyə artıq can atdıran anda ölüm sənə gəlsə, necə olacaq, qardaş? Bax, bu hamısı zəndir. Nəfsim mənim bu zənnimdə mənə qalib gələ bilir, hələ zənn etdiyim şeydə. Amma mən yəqin olduğum şeydə ona qalib gələ bilmirəm. Demək ki, biz nə qədər aldanırıq, biz nə qədər ona qarşı zəif düşürük ki, Allahın bizə yəqin şəkildə öyrətdiyi şeylərdə biz düşmənimizə qalib gələ bilmirik. Necə ki, Yusuf surəsində Allahın dediyi kimi, İnnən nəfsə lə əmmaratun bis-su. Həqiqətən nəfs insana pis şeylərə əmr etməyə davam edir. Daim nəfs insana pis şeylər əmr edir. Və biz də bunu bilirik ha, yəni düşmənimizi tanıyırıq. İşin üzücü tərəfi də insanın düşmənini tanıya-tanıya ona təslim olması və onun tərəfindən zərbə almasıdır. Müəllif buyurur ki, A'cəbul əcaib, yəni bunlardan da təəccüblü olan Sururukə bi ğururuk, sururukə bi ğururik və səhvukə fi ləhvuk əmmə qad xubbi ələk. Müəllif buyurur ki, sənin bu aldanışın, yəni bütün bunlardan təəccüblü olan sənin bu aldanış içində olmağa sevinməyindir və onun əyləncə içində sənin üçün nəyin hazırlandığından xəbərsiz olmağındır. Bu daha betərdir. Yəni sən aldanışdasan, nəyin sevincini yaşayırsan ki? Nəyin sevincini yaşayırıq? Bəzən dünyanın bizə genişləməsinin həddən artıq sevincini yaşaya bilirik. Və yaxud Allahın bizə əzab göndərməməsini, günahlarımıza görə, bizi yaxlamamasına görə, bizə bəla verməməsinə görə bunun sanki bir rahatlığını yaşaya bilirik. Elə bilirik bu Allah tərəfindən bizə lütfdür.
Elə bilir Allah bizi çox sevir. Elə bilir Allah ancaq bizə mərhəmət edir. Aldanış da aldanış deyil bu, aldanışdır qardaş. Ya Allah Azze ve Celle bizi heç ummadığımız yerdən yaxalayarsa, ya Allah Azze ve Celle heç ummadığımız zamanda bizi günahımıza görə cəzalandırarsa, bax bu aldanışdır. Budur aldanışın içində sevinmək. Həmçinin oyun əyləncə içində dalıb gedərkən sonrasında bizim üçün nəyin hazırlandığından da xəbərsiz olmaq, bax bu təcili onların ən təəccüblüsüdür. Yəni müsəlman daim bunu özünə xatırlatmalıdır. Daim təyaqquzda, daim oyaq halda olmalıdır. Ömərli buyurur ki, تختار بصحتك وتنسى ذنوب السقم وتفرح بعافيتك غافلا عن قرب الألم. Deyir, sağlam olmağınla fəxr edirsən, övünürsən, ancaq deyir, xəstəliyin yaxınlaşmasından unudursan. Bugün sağlamsan, ayaq üstəsən, əlini ayağın tutur, heç kəs möhtac deyilsən. Və bu sağlamlıqla da Allah'a hasil edirsən. Günahlar, asiliklər və yaxud Allah Azze ve Celle'nin əmirlərini yerinə yetirməmək, Allah Azze ve Celle'nin qadağalarından çəkinməmək, Allahın sənə verdiyi sağlam bu sıhhat ilə Allah'a daha çox hasil edirsən və bununla qürurlanırsan, övünürsən, fəxr edirsən, gəl mən sağlam, elhamdülillah, amma nəyə unudursan? Xəstəliyin yaxınlığını unudursan. Burnumuzun ucundadır. Neçə insanlar var ki, sağlam yatıb xəstə qalxdılar. Evindən sağlam çıxıb evinə xəstə qayıtdılar. Allah Azze ve Celle verdiyi o niməti ondan aldı. Bunun nə qədər örnəkləri var və artıq Allah'a asi edici o sağlamlığın bir hissəsi əlindən getdi. Və sonra müəllif buyurur ki, وَتَفْرَحُ بِعَافِيَتِكْ غَافِلًا عَنْ قُرْبِ الْأَلَمِ. Afiyətdə olmanla da fərəhlənirsən, amma ağrının acının sənin yaxınlaşmasından qafilsən. Yəni bütün bunlardan qafil qalaraq sən afiyətdə olmağınla fəxr edirsən. Halbuki afiyətdə olmaq həmişə nemət demək deyil. Cəzasız olmaq, bəlasız olmaq, imtihansız olmaq həmişə nemət demək deyil, qardaş. Bir gün sahabə Allah elçisi sallallahu aleyhi ve sellem yanına gəlir və deyir ki, ey Allahın elçisi, mən səni çox sevirəm. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əgər məni çox sevirsənsə, bəlanın sənə selin dağdan gəlməsi kimi gəlməsinə hazır ol. Çünki bizlər bilirik ki, Allah və Rasulunu sevən bir insan, Allah və Rasulunun davasına başını qoyan bir insan, onun yolunda çalışan bir insan mütləq ki, insi və cindi şeytanlardan əziyyət görəcək, nəfsindən də əziyyət görəcək. Və bütün bunların qarşısında dura bilmək üçün sağlam bir iman, ixlas, nəfsə qarşı mübarizə lazımdır. Həmçinin insi və cindi şeytanlara qarşı mübarizə lazımdır. Biz bu barədə ixlaslı olsaq, biz bu barədə səmimi olsaq, Allah Azze ve Celle yardımını göndərir və sən düşmənlərinlə başa çıxmağa çalışırsan. Və sonra müəllif buyurur ki, لَقَدْ أَرَاكَ مَسْرَعُ غَيْرِكَ مَسْرَعَكَ وَأَبْدَى مَدْجَعُ سِوَاكَ قَبْلَ الْمَمَاتِ مَدْجَعَكَ. Müəllif buyurur ki, başqasının yerə düşməyi, onun yataqlara düşməyi, onun xəstəliyi və ölümü sənə öz yerini göstərir. Yəni müəllif deməsi ki, ibrət al. Bugün sağlam olub, dünən sağlam olub, bugün xəstə olanlar əslində sənə göstərir. Yəni sən də mənim kimi ola bilərsən. Sənə də göstərir ki, o da sənin yerində ola bilər. Həmçinin başqalarının ölümü, ölümündən qabaq sənə gedəcəyin yeri göstərir. Bundan ibrət al deyir müəllif. Allah Azze ve Celle göstərir, amma insanın nəfsi daim özümüzdən uzaq görürük. Ölümü də, bəlanı da, xəstəliyi də, müsibəti də şeytanın fısıltısındandır ki, daim bizi özümüzdən uzaq göstərir. Və insan başına gəlmədikcə, onu yaşamadıqca bundan ibrət ala bilmir. Yəni, bugün bir qardaşımız yatağa düşəndə, bir qardaşımız xəstə olanda, ölüm ayağında olanda, istər mənəvi, istər maddi, istər fiziki cəhətdən düşüş yaşayanda, onun halının bizi üzməsinə yanaşı, bir də bizə örnek olmalıdır. Bu sanki bizi oyadan bir xəbərçi olmalıdır. Subhanallah, mən də qardaşımın halını düşməkdən amanda deyiləm. Allah Azze ve Celle məni də bunu imtihan edə bilər. Bütün bax bundan bizi qorxutmalı, bizi ayırtmalı və bizi ayaqda tutmalıdır. Bizi oyaq tutmalıdır bu barədə. Həmçinin o torpağa qoyulanlar, onlar bizə gedəcəyimiz yeri göstərir. Öz əlimizlə qoyuruq. Və bilirik ki, bir gün biz də gedəcəyik. Amma unuduruq. Və müəllifdir ki, bax o sənə xatırladır. O sənə xatırladır gedəcəyin yeri. Sən ölmədən qabaq sənə göstərir ki, bax sən bura gedəcəksən. Ağıl sahibi insan da bundan ibrət almalıdır. Və müəllif buyurur ki, وَقَدْ شَغَلَكَ نَيْنُ لَذَّاتِكَ عَنْ ذِكْرِ خَرَابِ ذَاتِكَ. Sənin deyir o ləzzətlərə çatma istəyin səni özünün deyir həlak olub, özünün xarab olmağından, yəni bitib tükənməndən səni qafil saxladı. Bunu xatırlaya bilmirsən. O qədər istəklərinlə məşğul oldun ki, artıq bu yolda özünün həlak olduğunu unuttun.
Bunu xatırlamaqdan səni yayındırdı. İnsan o qədər istəklərinin dalınca düşür ki, ömrünün getdiyindən xəbərsiz olur. Gəncliyinin getdiyindən xəbərsiz olur. Malının getdiyindən xəbərsiz olur. Sağlığının getdiyindən xəbərsiz olur. Hamımızın bildiyi məşhur hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Qul qiyamət günü 4 şeydən, bir rəvayətdə 5 şeydən soruşulmadıqca Rəbbinin huzurundan bir addım qırağa atmayacaq. Ömrünü harda keçirdin? Ömrünün içindəki gəncliyi harda keçirdin? Sənə verilən mal ilə neynədin? Necə xərclədin? Yəni malını hardan qazandın, hara xərclədin və sənə gələn elmlə necə əməl etdin? Allah azza və cəllə soruşacaq. Amma bizim o istəklərimizə çatma dərdimiz bizi bütün bunlarda məşğul edir. Ayılırıq ki, yaş satıb 40-a, 50-yə və dönüb geri baxanda, yəni İslam adına bir dikil ağız tapa bilmirik. Və ya dönüb geriyə baxanda Allah azza və cəlləyə təqdim edə biləcəyim bol-bol salih əməllər görə bilmirik. Əməl dediyimiz nədir? 5 vaxt namazımızdır, ildə Ramazan orucumuzdur, imkan düşəndə həcc ümrədir, bir də imkanlı müsəlmanın zəkat verməsidir. Və bunlarda da nə qədər ixlaslı ola bilirik, nə qədər xuşlu ola bilirik, Allahu aləm. Bunlardan nə qədər bizdən qəbul olunur, onu da Allah bilir. Və bunların yanında günahların çoxluğu. Bunların azlığı və günahların çoxluğu. Bax, bizim istəklərimizin dalınca qaçmağımız, onlara nail olma istəyimiz bizi bütün bunlardan məşğul edir. Şeytan ertələyir və bir də ayırsan ki, ya ölüm gəldi, ya xəstəlik gəldi, ya ömür getdi, artıq 50-60 yaş və sən artıq neynəyəcəksən ki? Nə mal qazanmağa canın qalmayıb, nə Allah yolunda canını qoymağa canın qalmayıb, nə Allah yolunda bir şeylər öyrənəcək, gözünün yaddaşının gözünün nuru qalmayıb. Bax, şeytanın məqsədlərindəndir. Ertələmək, unutturmaq və məşğul etmək. Ona görə müəllif mövzunun adını aldadıcı ləzzətlər, aldadıcı dünya nemətləri qoymuşdur. Həqiqətən aldadıcıdır. Gözəl görsənir, nəfsə xoş gəlir, amma bizi gör nə qədər böyük şeylərdən, nə qədər əzəmətli şeylərdən yayındırır. Və sonra müəllif burada bir neçə beyt şeirdən misal gətirir və buyurur ki: "Kəənnəkə ləm təsmə bi əxbər mən məda və ləm yərə fil baqinə mə yəsnəud dəhr." Deyir, sanki sən ötüb keçənlərin xəbərlərini deyir, eşitməmisən deyir. Yəni sənin üzərindən nə qədər sağlam insan xəstələnib, nə qədər varlı insan malını itirib, nə qədər yaşayan insan ölüb, nə qədər din sahibi olan insan dinsiz olub, nə qədər məkan, mövqe sahibi olan insan bunları itirib. Məgər bunları eşitməmsən deyir. Bunlar ki, səndən qabaq keçib. Və Allah azza və cəllənin sünnətidir. Əvvəlki ötüb keçənlərdən bizə misal verir ki, ta ki ağıl sahibləri ağıl alsınlar, ibrət alsınlar. Və müəllif də bizim diqqətimizi bizim gözümüzün qabağından keçən fitnələrə çəkir ki, sən ki bunlara şahid oldun. Yəni bunlar səndən uzaq deyil. Və sonra buyurur: "Fə in kunta la tadri fatilka diyaruhum. Məhaha məcəllur reyhi ba'dəkə vəl qabr." Əgər deyir, bilmirsənsə, bax deyir, bu da onların yerləri, yurtları, onların xarabalıqları. Bax deyir, səndən qabaq keçib gedənlərə. Nə qaldı onlardan geriyə? Heç nə. Küləklərin əsintisi onları toz edib apardı və səndən sonra da, yəni ölüm də onların qalan hər bir şeyini aparıb gedəcək. Yəni sən də onlarla bərabər gedəcəksən. Müəllif gözümüzə bunları salmağa çalışır ki, yəni aylaq, dön və ətrafına bax, tədəbbür edə, olub keçənlərdən ibrət al. Müsəlman vətsiz bir şəkildə yaşaya bilməz. Mənə nə deyə bilməz. Olanlardan ibrət almadan yaşaya bilməz. Çünki bu din bizdən həm yaxşı baxımdan, həm pis baxımdan hər şeydən bir ibrət almamızı, pis olan şeylərdən ibrət alıb çəkinməmizi, yaxşı olan şeylərdən ibrət alıb ona təşviq olmamızı istəyir. Və sonra müəllif buyurur ki: "Kəm rəaytə sahibə mənzilin mə nəzələ ləhtəhu hattə nuzul." Deyir, neçə deyir mənzil sahibi, ev sahibi insanlar gördün ki, qəbrinə endirilmədən qəbrinə enmədi. Nə demək istəyir müəllif? Yəni ölümü xatırlamadı. Ölümdən uzaq yaşadı. Allah Subhanahu Quran-ı Kərimdə deyir, siz bir ölümü yalnız deyir, qəbirləri ziyarət etməklə xatırladınız. Ölü bastıraraq, ölərək və ya ölüləri bastırmağa gələrək xatırladınız. Və deyir, neçə belə insan gördün, ev sahibi olan, mənzil sahibi olan insanlar ki, onlar qəbrə qoyulmadan girmədilər. Yəni xatırlamadılar, ibrət almadılar. Demədilər, bu mənim üçün də var. Sən də onlardan olma demək istəyir. Və sonra buyuruyor, وَكَمْ شَاهَدَّ وَالِيَ قَصْرٍ وَلِيَهُ عَدُوهُ لِمَا عُزِلَ. Və deyir, neçə qəsr sahibi insanlar gördün deyir. Onlar deyir, oradan deyir, azl edildikdən, əllərini aldıqdan sonra onların düşmənləri gəldi, onun sahibi oldu, onun başına keçdi. Yəni bu mülk bugün varsa və yoxdur. Bu vəzifə bugün varsa və yoxdur. Bugün sən buradasan, Allah azza və cəllə səndən alıb, bəlkə sənin düşmənin bunu verəcək.
və ya sən canını tapşıracaqsan, bu sənin düşmənlərin əlinə keçəcək. Və sənə mənə xitab edir. Neçə belə insanlar gördünüz? Qəsrlər sahibi, iş sahibi, məqam sahibi, mövqe sahibi, söz sahibi insanlar. Yerləri kimlə dəyişdi? Bəlkə də düşmənləri ilə dəyişdi yerləri. Yəni buna görə dəyərmi yəni? Bunu verməsi ya, o düşmən ki, sən ona dünyada çöp belə verməzdin. Amma Allah Azze ve Celle elə yeri gətirir ki, sən oradan enirsən, sənin düşmənin ora qalxır. Dəyərmi buna görə Allah Azze ve Celle deyir? Dəyməz. Və sonra müəllif buyurur ki, فَيَا مَنْ كُلَّ لَحْظَةٍ إِلَى هَذَا يُسْرِ وَفِعْلُهُ فِعْلُ مَنْ لَا يَفْهَمُ وَلَا يَدْرِ. Ey deyir, hər an buna doğru irəliyən, yəni bu həqiqətə, bu sonuca doğru irəliyən kəs. Və deyir, əməli heç nə bilməyən, heç nə anlamayan insanın əməli kimi olan şəxs. Yəni nə etdiyini bilməyən, hara getdiyini bilməyən, yəni bivəc həyat yaşayan, bir məqsəddə həyat yaşamayan insanlara xitab edir. وَكَيْفَ تَنَامُ الْعَيْنُ وَهِيَ قَرِيرَةٌ وَلَمْ تَدْرِ فِي أَيِّ الْمَحَلَّيْنِ تَنْزِلُ. Və deyir, gözlər necə sevincli halda yata bilər ki, iki məhəllədən hansına gedəcəyini bilmir. Yəni cənnət və ya cəhənnəm. Bir göz gecə gözünü yumarkən necə rahat, məsrur, sevincli bir şəkildə yata bilər ki, o gözlər açılmasa, iki dardan, iki yerdən hara gedəcəyini bilmir. Və bu cür bilməməzliyin qarşısında o gözlər deyə sevinməməlidir. Allah sevinməməlidir. Allah Azze ve Celle'dən istəyirəm ki, bu danışdığımız şeylər barəsində tədəbbür etməyi, əmələ tökməyi biz asanlaşdırsın. Allah Subhanahu taala Rəbbimizə doğru gedən bu yolda, bu səfərimizdə daim hazırlıq üzərində olmağı, arzuqəmizi yığmağı, hazır olmağı biz asanlaşdırsın. Ehtiyatımızı götürməyi biz asanlaşdırsın. Çünki ölümün bizə harda və nə cür gələcəyini bilmirik. Ölüm mələyinin bizə harda yaxınlaşacağını bilmirik. Ona görə bizə düşən 7 gün 24 saat hazır olmaqdır. Sanki hər an bizi bir nadi səs, bir munadi səsləyəcək, gəl sənin vaxtını gedirsən. Və sən bunu bilmədiyi üçün hər an bu yola çıxa biləcəksən, hər an buranı tərk edə biləcəksən, ona görə də hər anda istiğfarlara sarılmaq, salih əməllərə artırmaq, Allahdan bağışlanma demək və maksimum şəkildə bizi aldadan o ləzzətlərdən, aldırıcı dünya nemətlərindən qorunmağa çalışmaq və onlardan yalnız ehtiyacımız olan qədərini, bu yolda bizə köməkçi olan qədərini götürməyə çalışmaq. Sağlam can üçün, üzərimizdə olan haqları ödəmək üçün və Rəbbimizə qulluq edə bilmək üçün. Allah Azze ve Celle'dən istəyirəm ki, bu danışdıqlarımıza məni və sizi əməl etməyə müvəffəq etsin. Allahumma amin, Allahumma amin, Allahumma amin. Subhaneke Allahumma bihamdik. Əşhədu en la ilahe illa ent. Estağfiruke ve etûbü ileyk.